Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bu gün hədəf kurslarında növbəti buraxılış imtahanı keçirildi. Buraxılış sınaq imtahanı 5. Bu gün ingilis dili üzrə bütün fənlərə izahını verəcəm. Həm 9, həm 10, həm də 11-ci sinif kanalda paylaşılacaq. İlk öncə onu deyim ki, videonun aşağı hissəsindən həm imtahanın PDF-ini, həm də listening materialını yerləşdirəcəm link vasitəsilə. Oradan daxil olub götürə bilərsiniz. Həm listeningi, həm də PDF-i. Kanala abunə olmağı unutmuruq. Başlayaq birinci sualdan, yəni listeningdən. Listeningin sadəcə cavablarını deyəcəyik. Deməli, mətrimiz nə haqqındadır? 31-ci sual. Deməli, mətndə Tayvanın təkrar emal etmə sistemi Recycling System of Taiwan bir də 31-də Y bəndə olur. Davam edirik 32-ci sualda baxaq görək. Nə deyir? Deməli, Taiwan has a weak system that doesn't reduce trash, amma weak demirdi orada. Tayvanın güclü tullantını azaltma sistemi, yəni recycle sistemi var idi. People don't pay demirdi, pay deyirdi. People in Taiwan use more plastics than other countries. Digər ölkələrə nisbətən daha çox yox, daha az istifadə edirdi plastikdən. Cities put away public trash bins. D bəndimiz düzdür. Elə bu cümləni mətndə deyirdi. 33-cü suala baxaq. What does Taiwan show deyir. Deməli, Tayvan nəyi göstərirdi? How rules and technology work together mətnin sonunda, listeningin sonunda bu cümləni deyir. Yəni, hökumətlə, dövlətlə texnologiyanın birgə fəaliyyət necə fəaliyyət göstərə bilər birgə. C bəndimiz olur. Cavabımız 34-də. How do private companies do? Şəxsi şirkətlər Tayvanda nə edirlər? Private companies collect and sort the waste deyirdi. Private companies collect and sort, çeşidləməkdir bu. Növə ayırmaq, çeşidləmək. Sort the waste. 34-ün cavabı bu formadadır. 35-ə baxaq. Cümləni tamamla deyir 35-də. Producers and importers pay money because they are also responsible for plastic waste. Ardını bu formada tamamlayır. Responsible for plastic waste. O 36-ya baxırıq. Quality sözünü təyin edən sifət istəyir bizdən. Low quality deyir. Sonra cavabımız low'dur. Davam edirik. Readingimizə baxaq. Examinations are important part of student life. İmtahanlar tələbə həyatının önəmli hissəsidir. Yet they often create strong pressure, amma hələ də onlar neyinir? Güclü təzyiq yaradırlar tələbə üzərində. Fear of exam is a common problem among students. İmtahan qorxusu şagirdlər arasında ümumi bir problemdir. During the exam periods, learners may feel worried about their grades. They worry about failing, disappointing others. Disappointing others or not reaching their goals. Ya bu periodda, bu müddətdə şagirdlər, tələbələr narahat hiss edə bilərlər dərəcələri haqqında, uğursuz olmalarına görə narahat ola bilərlər, başqalarını məyus eləməyə görə və yaxud öz məqsədlərinə çatmamağa görə narahatlıq keçirdə bilərlər. Burada first of all, secondly, in addition, finally bu hissələrdə fikir verin. Qorxunun, imtahan qorxusunun üzərindən, öhdəsindən necə gəlmək olar? Bununla bağlı bizə məsləhətlər verir. Qısaca mətnimiz nə haqqında olacaq? Ways to decrease pressure during test periods. Test imtahanı elə imtahan müddəti ərzində təzyiqi azaltma yolları. Davamımız burada D bəndidir. 38-ə baxaq. Deməli, mətnə görə düz olanı istəyir bizdən. Good time management plays a significant role in reducing stress, yəni düzgün zamanlama
Stresin azaldılmasında önəmli bir rola sahibdir. Bax, bu hissədə bunu deyir aydın şəkildə ikinci paraqrafda. Deməli, when students play their study schedule carefully and review their lesson regularly, they feel more prepared and less anxious. Studying step by step is much more effective than leaving everything until the last minute, which usually increase fear and confusion. Yəni deyir, şagirdlər öz dərs cədvəllərini diqqətlə hazırlayanda, dərsləri müntəzəm təkrar edəndə daha hazır hiss edirlər və daha az narahat hiss edirlər. Yəni addım-addım öyrənəndə daha effektiv olur. Hansı ki, son aya, son ana saxlasan, hər şeyi bu qorxunu və çaşqınlığı artıra bilər. Qısaca, time management önəmlidir. Burada cavabımız olur A bəndi, good time management. 39-a baxırıq. What happens when learners leave preparation until the last minute? Bunu indi dediyi elə. Deyir, son ana saxlayanda bütün hazırlıqları nə baş verir? Bax, burada deyir ki, leaving everything until the last minute, yəni moment, sorry, son ana saxlasan hər şeyi, nəyə artıracaq o? Qorxunu və çaşqınlığı artıracaq, yəni mənfi təsir eləyəcək şagirdlərə. Burada da mənfi olan lazımdır bizə. Their worry usually increase, onların narahatlığı adətən artacaq. Cavabımız olur Y bəndi. 40-da səhv olanı istəyir. Every learners feel calm and confident before exam. Hər şagird imtahandan öncə rahat və güvənli hiss eləyir. Bu səhvdir təbii ki. Çünki dediyi imtahandan öncə şagirdlərin əksəriyyəti narahat hiss eləyirlər özlərini. Temporary studying can help reduce anxiety before exam. Müvəqqəti öyrənmə, müvəqqəti yəni qısa müddət ərzində öyrənmə narahatlığı azaldır imtahandan əvvəl. Bu təbii ki, səhv olacaq. Çünki orada step by step deyirdi. Yəni zaman-zaman öyrənmək, son ana saxlamamaq hər şeyi daha yaxşıdır, daha rahat hiss elətdirir. Amma müvəqqəti öyrənmə heç vaxt imtahandan əvvəl narahatlığı azaltmaq. Burada 1-2 bizdə səhv olandır. Techniques like short breaks or deep breathing can help students manage stress. Bu düzdür. Yəni nəfəs texnikaları stresi azaldır. Burada deyir, baxın, deep breathing, short breaks and relaxing activities can help control nervousness and make their mind clear. Yəni əsəbi nəzarətdə saxlayır və onların zehnini aydınlaşdırır. 3 düzdür. 4-də də emotional support from others can reduce pressure. Başqalarından mənəvi hissi dəstək almaq təzyiqi azaldır. Sonuncu paraqrafda deyir, sharing feelings with someone reliable such as close friend, relative, family member or teacher can provide comfort and reduce emotional tension. Yəni öz hisslərini başqaları ilə etibarlı biri ilə yaxın dost olsun, qohum olsun və s. müəllimin olsun bölüşəndə bu emosional gərginliyi azaldır. Yəni qısaca cavabımız burada 1-2-dir. Səhv olanlar C bəndi. Davam edirik. 41-də to supply sözünə supply təchiz etmək, təmin etmək mənaları var. Paragraf 5-dən close meaning sinonim istəyir. Burada fikir verin, provide sözü gəlibdir. Provide supply-ın sinonimi ola bilir. Təmin eləmək mənasında. Cavabımız burada to provide'dir. 42-ci sual definition'dır. To fail to satisfy someone on their hopes, wishes or to make someone feel unhappy. Yəni bir kəsin ümidlərini və yaxud da bir kəsin özünü məmnun, razı salmaqda uğursuz olmaq və yaxud da bir kəsi qəmgin hiss elətdirmək, bunu kimisə məyus eləmək deməkdir. Paragraf 1-dən bizə sinonim istəyir, disappoint sözüdür. Burada fikir verin, ing formasında yazılıb, yəni gerund formasında yazılıb. Siz bunu bu formada yaza bilməzsiniz. Feili məsləhətə gətirib yazmalısınız. Yəni to disappoint yazırıq bura. Disappoint. 43-cü sual, examinations are bu cümlədir birinci cümlə ilə bura qədər.
Sözləri dəyişməliyik. Məsələn, important sözünün sinonimləri çoxdur. Significant, essential, vital, crucial və yaxud da key part, yəni önəmli bir hissəsi. Sonra ikinci tərəfdə baxaq görək dəyişə biləcəyimiz hansı söz var. Create sözü var burada. Create-i dəyişə bilərsiniz. Generate-lə, make-lə. Burada create strong pressure güclü təzyiq yaradır. Make-lə verə bilərik bunu. Cause-la verə bilərik. Güclü təzyiqə səbəb olur verə. Produce-la verə bilərik. Establish-lə verə bilərik. Establish proje təzyiq yaratmaq da elə. Strong sözünü burada əvəz eləyəcəyik. Strong güclü deməkdir. Bunu əvəz eləyə bilərsiniz powerful-la. Intense-lə, gərgin. Burada güclü təzyiq, yəni çox təzyiq. Və yaxud da heavy ilə, seviyyə ilə, sərt, güclü, şiddətli təzyiq yaradır. Hər birini vermək olar. Davam edirik. Bu da oldu bizim 43-cü sual. 44 minimum 3 cümlədən ibarət bir qısa esse istəyir bizdən. Qrammatika ilə davam edirik. 45-ci sualda deməli, Cavidan learning 2 years ago and they, bax burada and bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümlə verilib. Yəni zaman uzlaşmasına fikir verə bilmərik. Ago yazılıb. Bu keçmiş sadə zaman zərfidir. Keçmiş sadə zaman. İkinci tərəfdə since then yazılıb. Bu bitmiş zamanların zaman zərfidir. Burada doesn't make yaza bilməsən has made olacaq. D bəndi. Zaman uzlaşmasına da baxa bilmərik. Bu tipli testlər topluda mixed test zamanların mixed testləri olan hissəsində xeyli verilibdir. Davam edirik. 46-cı sual complex object mürəkkəb tamamlıq mövzusudur. Let birinci qrupdur. Bura verb 1 formasında bir feil qoymaq lazımdır. Yəni to-suz, ing-siz. Şəxsə və kəmiyyətə də görə dəyişməyən bir feil qoyuruq. Bunları çıxarıq. Choose olar. 2 o ilə yazılır. Choose feilinin birinci forması. Encourage də 3-cü qrup feil olduğuna görə bura to-lu qoymaq lazımdır. Yəni cavabımız olar burada Y bəndi. 46-da. Y bəndi. 47-də. You be careful while using sharp tools. Yəni kəskin alətləri istifadə edərkən diqqətli olmalısan. Burada A bəndi düzdür. Qrammatik səhvləri çıxsam, haven't to deyə bir şey yoxdur. Have to modal feilinin inkarı özü ilə düzəlməz. Don't have to qrammatik cəhətdən düzdür. Will be able to olur. Out'un da to'su yoxdur. Bunları çıxıb tərcümə edəndə də diqqətli olmalıyıq. Gərək diqqətli olaq. Cavabımız burada A bəndidir. C bəndində olmamalıyıq deyir. Bu mənəyə görə səhv olur. 48-də. Agreement mövzusudur, mübtəda xəbər uzlaşması. Studying for the exam, mübtədamız gerund və məslərlə verilirsə, ifadə olunursa, xəbərimiz həmişə təkdə olmalıdır demişik. Yəni imtahana hazırlaşmaq yorucu olur, yorğun olur. Burada ing gerund olduğu üçün xəbəri tək olanları götürürəm. 2-5 cavabımız C bəndi. Boş will deyə bir xəbər forması yoxdur. Willin yanına mütləq bir feil qoymaq lazımdır. 49-cu suala baxaq. Qısa cavab veririksə, bura cümlənin birinci təsdiqin inkar olmağına baxın. Cümləmiz təsdiqdədir. O zaman Ayzə ilə, Nayzə ilə qısa cavab verə bilmərik. Put feili burada indişiyə keçmiş hər ikisi ola bilər. Çünki A idi mübtədamız, üçün şəxsin təki deyil. Yəni bunun köməkçi feili do da ola bilər, did də ola bilər. Yəni do does da ola bilər, did də ola bilər. Mübtəda he, she, it olsa mən bunu fərqləndirə bilərəm. Məsələn, sonuna s yazsam bilərəm ki, bu indikidir. Amma mübtədan I veribsənsə, keçmiş zamanda da I put olur, indiki zamanda da I put olur. Yəni bu did də ola bilər, do does da ola bilər. Amma is ola bilməz. Niyə? Çünki köməkçi feilimizin is olması üçün gərək cümləmizdə to be işlədək. Xəbər to be olsun ki, mən buraya gətirib is yaza biləm. Ona görə burada cavabımız 1-4 olur A bəndi. 50-ci suala baxaq, yəli hal. Deməli, these dogs owner, bu itlərin sahibi. This-dən sonra cəm isim gəlməlidir, S apostrof olmalıdır, düzdür. İtlər cəm ola bilər, sahibi bir dənə ola bilər. Burada problem yoxdur. Bir düzdür.
The letters were on the policeman. Policeman sözü cəmdədir də onsuz da. Kökdən dəyişib cəmlərin ismidir. Yəni ala apostrof esinə düşməlidir. We enjoyed tea at the Whites. White soyaddır. Qabağına Z qoymuşam, ailə bildirir. S apostrofla düşməlidir yəni hala. Bu da düzdür. Sheriffs has completed three difficult projects this week. Burada completed participle to'dur. Cümlədə başqa xəbər də yoxdur. Bu has completed olur. İndiki bitmiş zaman yəni hal olmur. Cavabımız olur 1-3 A bəndi. 51-ci sual. Make up a sentence. Cümlə qur deyir bizə. These students burada mübtəda ola biləcəyi bir dənə söz var onsuz da. These students. Bir də places sözü var idi. Amma can explore bizim xəbərimiz olacaq. Araşdırmaq. Bu şagirdlər araşdıra bilər. These students can explore hidden places. Gizli yerləri in this city bu şəhərdə. Yəni cavabımız olar burada 2. These students can explore 6-3. Hidden places. 1-4-5 D bəndi. 52-ci suala baxaq. We went to Himalayas. Himalayas biz bilirik ki, sıra dağlardır. Sonunda S var, cəmdədir. Qabağına Z qoymalıyıq. And the mountains were covered with snow. Snow sayılmayan isimdir. With snow qarla örtülü deməkdir. Bunun qabağına artikel qoymuruq. Mountains sözü burada müəyyən isimdir. Niyə? Deyək ki, biz Himalay dağlarına getdik və dağlar qarla örtülmüşdü. Bu dünyadakı istənilən dağlar deyil. Getdiyimiz Himalay dağları var idi. Ondan danışır. Müəyyən isimdir. Həmin dağlar qarla örtülmüşdü. Burada cavabımız olar C bəndi. Sonra 53-cü suala baxaq. 52-ni dedik. 53-ə baxaq. Are you playing with sual əvəzlərini keçəndə demişik ki, sual sözünün sonunda söz önü gəlirsə bu ya who'dur, ya what'dur, ya da where'dir. İndi where'ə qoymaq üçün gərək sonunda from gəlsin. Who, what olur. Kim ilə, nə ilə deyir. Cümlənin sonuna baxıram, cavaba baxıram. I am playing with my friend. Dostumla oynayıram. Deməli, mən kimlə oynayıram sualını verməliyəm. Çünki cavabda dostumla insan deyir. Cavabımız olur ki, C bəndi. Bu. They went abroad to home'dur. Z-dir. Go-dan sonra bu ifadələr gəlsin. Ümumiyyətlə bu zərflər söz oyundan işlənmir genəldə. Bir dənə home, stay sözündə ətlə işlənir. Stay at home. Ümumiyyətlə elə burada da deyirik. Hardasa qalmaq stay at'dir. Stay at a hotel, oteldə qalmaq. Bir də visit haqqında biz bilirik ki, visit cümlədə feil kimi istifadə olunursa, söz önü gəlmir özündən sonra. İsim olarsa to gəlir. İndi burada visited famous landmarks, yəni məşhur yerlərə, görməli yerlərə səfər eləmək visited idi qəbul edib. Burada xəbərdir. Təbii ki, bundan sonra sözünü qoymayacağıq. Cavabımız olur Y bəndi. Davam edirik. 55-ci sualda Elçin try to fix the car. Elçin maşınını təmir etməyə çalışdı. But he couldn't find the right tools. Amma düzgün alətləri tapa bilmədi. Lazım olan alətləri tapa bilmədi. So he called a mechanic. Ona görə də bir təmirçi çağırdı. Burada cavabımız olar düzgün C bəndi. Bağlayıcı qoyuruq. Bağlayıcını qoymaq üçün də gərək cümləni düzgün şəkildə tərcümə edək. 56-cı suala baxırıq. The government is building new hospitals to improve healthcare. Cümləmizdə government mübtədadır, is building xəbərdir, new hospitalda cümlənin tamamlığıdır. O zaman da təyin edək. Is building indiki davam edici zamandır. İndiki davam edici zaman məhsulda mütləq being üstə participle to olur, to be. Yəni əmizar üstə, being üstə participle to. Gətirdiyimiz tamamlıq cəmdə olduğuna görə artıq mən is qoya bilməyəcəm. Nə qoymalıyam? Hospitals are being built deməliyəm. Burada əmizar gətirdiyimiz mübtəda nədirsə, artıq mübtəda olduğu da new hospitals onunla uzlaşır. Davam edirik. 57. Sifət zəm mövzusudur. This painting is zəndir. Zəm müqayisənin göstəricisidir. Müqayisə olanları saxlayaq. Muchdan sonra adi dərəcə gəlməz. Much more colorful olur. Bir də artiklı biz nə zaman istifadə edirik? Zəndən sonra birbaşa bir, daha doğrusu nöqtənin sağında birbaşa bir artiklsız ümumi isim gələrsə, bizdə də isim yoxdur. O zaman artiklı lazım da deyil mənə. Burada cavabımız olur A bəndi. Davam edək. 58-ci sual əvəzlik testidir. Yaxşı testi bu da.
Birinci suallar birbaşa the artiklı gələ bilən əvəzliyimiz özündən sonra both və oldu. Of gəlsə, ofla çoxu işlənə bilir, amma birbaşa z qoyuramsa, məsələn, bax, samdan everydən sonra burada of yoxdur. Everydən sonra zaten of gəlmir. Birbaşa z də bunlardan sonra gələ bilmir. Everydir, samdır. Bunlar birbaşa z ilə işlənməz. Sonra da cümlənin xəbərinə baxıram. İçin xəbəri mən bilirəm ki, həmişə tək olur. Tək olursa bunu da çıxıram. Daha burada both ofdur, all ofdur, 1, 4 demədim. 59-cu sualda sinonimlər cütünü istəyir bizdən. Distribute, şeyə, ikisi də elə paylamaq, paylaşdırmaq deməkdir. Burada cavabımız elə avəndidir. Adapt, övladlığa götürmək, qəbul etmək, adapt. Adapt amma uyğunlaşmaq deməkdir. Regret, peşman olmaq, treat, davranmaq, müalicə etmək. Require, ehtiyacı olmalıdır, behave, davranmalıdır. Perceive, başa düşmək, qavramaq, concern, narahat olmaq deməkdir. 60-cı suala baxaq. The boy nisbə əvəzliyi qoyuruq. Nisbə əvəzliyimizdə təyin etdiyimiz söz insandırsa, mən bunun qabağına ya who qoyaram, ya that. İkinci tərəfdə yenə coach, məşqçi demək. Bu yenə insandır. Whose qoya bilmirəm. Whose üçün mütləq artiklsız ümumi isim lazımdır. What deyə nisbə əvəzliyi yoxdur. Whom qoya bilərəm. Whomdan sonra mütləq cümlə mübtəda ilə başlayır. Bizdə də mübtəda ilə başlayırdı. Cavabımız olur deməm. Bu oldu bizim 10-cu sinifin izahı. Digər siniflər üzrə də izahlar paylaşılacaq. Kanala abunə olmağı unutmuruq. Hər birinizə uğurlar.